Artıq dekabr ayının 24-ü və 25-dən başlayaraq əvvəlcə Rusiyanın qərbi və Qafqazın şimalında orta troposferdə atmosfer təzyiqində bir xeyli azalma gözlənilir. Bu da o deməkdir ki, şimaldan daxil olaraq, yəni bu soyuq nüvəli orta troposferdəki ekstratropik siklon sisteminin sol qolunun şimaldan Arktikadan və qərbi Sibirdən soyuq hava kütlələrinin davamlı olaraq Qafqazın Cənubi Azərbaycan arasında daşınması gözlənilir. Dekabr ayının 25-i artıq gündüz saatlarından başlayaraq bu prosesin bir qədər güclənməsi və Qafqazın cənubunda artıq hava şəraitinin kəskin dəyişməsi səbəb olması gözlənilir. Yəni dekabr ayının 25-i günün birinci yarısında əvvəlcə Qafqazın şimalında hava şəraiti kəskin soyuyacaq. Artıq dekabr ayının 25-i gündüz saatlarından artıq günün ikinci yarısına doğru artıq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyuması ehtimalı var. Dekabr ayının artıq 25-ində, 26-sında, 2-də və 26-sında artıq bu sistem Qazaxıstan arasında kifayət qədər şiddətli bir qar fırtınasına çevriləcək. Bu güclü soyuq nüvəli ekstratropik siklon sisteminin mərkəzindəki atmosfer təzyiqinin orta troposferdə çox hündür ki, normadan 37-40 millibara qədər normadan aşağı enməsi gözlənir. Bu da o deməkdir ki, kifayət qədər şiddətli bir qar fırtınasının Şimali Qafqazda, Qazaxıstan arasında aktiv olması ehtimalı var. Artıq dekabr ayının 27-sində bu sistemin növbəti dalğasının artıq Şimali Qafqazdan Qafqazın Cənubi Azərbaycan arasında daxil olması gözlənilir. Dekabr ayının artıq 25-i və 26-sında Bakıda yağışın qısa müddətli sulu qar tutulması ehtimalı var. Dekabr ayının artıq 27-sində isə bu prosesin bir qədər şiddətlənməsi fonunda artıq Azərbaycan xüsusən də şimal-şərq rayonlarında, yəni Quba, Qusar, Kasmas, Dağlıq Şirvanda, eyni zamanda Bakı, Abşeron, Sumqayıt ərazisində, yəni Xəzər dənizinə yaxın olan şərq rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində artıq dekabr ayının 27-sindəki sulu qarın bir qədər intensiv yağması ehtimalı var. Çünki Xəzər dənizindən şimal kürələrində daşınan rütubətli hava axınlarının artıq cəbhələ bir-birinə toqquşması fonunda artıq Bakıda sulu qarın dekabr ayının 27-sində bir qədər intensiv, yəni çovğun şəklində yağması ehtimalı var. Lakin yerdə qar örtüyünün uzun müddət qalması ehtimalı yoxdur. Yəni dekabr ayının 26 və 27-sində sulu qar bir qədər intensivləşən dövrlərdə, yəni bəzi saatlarda sulu qar bir qədər intensivləşə bilər. Bu da yerdə müvəqqəti bir qar örtüyünə səbəb ola bilər. Lakin yerdə qar örtüyünün uzun müddət qalması, yəni bir gün, 2 gün qalması ehtimalı çox zəifdir. Bu da o deməkdir ki, qarın yerdə qalması ehtimalı 10-15%-ə yaxındır. Yəni quru qarın yağması ehtimalı Bakıda dekabr ayının 26 və 27-sində 10-15%-ə yaxındır. Bu da çox aşağı faizdir. Lakin qarşıdakı günlərdə bu proses şiddətlənə bilər, güclənə bilər, yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Dekabr ayının 26-sı, xüsusən də dekabr ayının 27-sində Bakıda sulu qarın bir qədər intensiv yağması ehtimalı var.